Salam, mən bugün sizə inaqdan danışacağam. İnaq 6 ay 3 yaş arası uşaqlarda rast gəlinən yoluxucu bir xəstəlikdir. Gecə yarısı və səhərə yaxın ani başlayan və ürücü tərzdə bir öskürəklə başlayır. Uşaqda boğulmalar olur. Qırtlaqda və traxeyada yaranan ödem nəticəsində uşağın nəfəs darlığı yaranar. İnağın törədicisi parainflyuenza və RSV viruslarıdır. Bir neçə gün öncəsində uşaqda yüngül burun axıntısı, yüngül öskürək olar və dediyim kimi anidən gecə yarısı uşaq boğulmağa başlayır və valideynlər bu zaman çox qorxar, təlaşlanar və uşaq sanki həyatını itirəcək kimi bir duruma düşərlər. Doğrudan da bu çox ciddi bir xəstəlikdir. Anında uşağa yardım etmək lazımdır. Valideyn nə edə bilər? Əgər uşaq anidən başlayan, dediyim kimi hürücü, boğucu öskürək varsa, ilkin olaraq təcili yardım çağırmalı və ən yaxın xəstəxanaya getməlidir və o vaxta qədər uşağı havaya çıxartmalıdır. Çox qısa çəkən 2-3 günlük bir xəstəlik olsa da boğulmalar daha ciddi olub, həqiqətən təhlükəli bir vəziyyət yarada bilər. İnaq zamanı uşaqlarda hafif temperatur və ya bəzi hallarda çox yüksək 40 dərəcə temperatur belə görülə bilər. Belə bir durumla rastlaşarsanız ən yaxın xəstəxanaya getməlisiniz, təcili uşağa yardım olunmalıdır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.